Dəyərli dəyərlərin nağılı qədim Azərbaycanın ürəyində, dağların ətəyində ucsuz-bucaqsız düzənliklər və sərin çay suları arasında yerləşən Göyqışlaq adlı kiçik bir kənddə həyat, illərin ağırlığını və ataların hikmətini daşıyan, dərin və mənalı bir roman kimi davam edirdi. Hər səhər günəşin qızılı şüaları dağların zirvəsindən aşağı süzülərək, kəndin dar daş yollarının, qoca palıd ağaclarının sərin kölgələrini və torpağın əbədi ətirini oyandırırdı. Bu torpaq sadəcə fiziki mənada deyil, həm də insan ruhunun, xatirələrin və dəyərli dəyərlərin mərkəzi idi. Göyqışlağın sakinləri sadə və dürüst insanlardı. Onlar üçün ən böyük sərvət atalarının öyrətdiyi sevgi, mərhəmət və əbədi dəyərlər idi. Hər kəs keçmişin dərslərini və gələcəyin ümid dolu arzularını öz qəlbində daşıyır, hər çətinliyi sevgi ilə, mərhəmətlə və inamla qarşılamağı öyrənirdi. Bu dərin mənəviyyatın canlı şahidi kimi, kəndin ən hörmətli ailələrindən biri olan Hacı Məmmədovların övladı Orxan uşaqlıqdan bəri bu torpaqla və ənənələrlə iç-içə böyümüş, atası Hacı Məmmədin həyat dəyərli dəyərlərin nağılıdır. Hər səhifəsində əbədi ümid və sevgi gizlənir və sözlərini qəlbində daşıyırdı. Orxan, günəşin ilk şüaları ilə oyananda, kəndin ətrafındakı meşələrin sükutlu nəğməsinin, axan çayın sakit sularında keçmişin dərin izlərini və dağların sərt, lakin mərhəmətli simasını hiss edirdi. Hər addımından bu torpağın dəyərli mirasının, atalarının əbədi sevgisinin və həyatın sirli mənalarının izlərini axtarırdı. O, inanırdı ki, hər bir insanın qəlbində yanan işıq, ən qaranlıq anlarda belə ümidin və sevginin mənbəyi olur. Bir bahar səhəri, çiçəklərlə bəzənmiş meşələrdən və təravətli tarlalardan keçən Orxan, təsərrüfat işləri ilə məşğul olduğu zaman, kəndin mərkəzində, dar daş yollardan gələn və sanki bütün həyatın dəyərli sirlərini özündə birləşdirən incə bir qızla rastlaşdı. Qızın adı Zəminə idi. Zəminənin saçları yerli qızıl gül çiçəklərinin rəngini xatırladır, gözləri isə dağların mavi səmasının dərinliyini əks etdirirdi. İlk dəfə gözləri üst-üstə gəldikdə, sanki dünya bir anlıq susduğu iki ürək, illərin uzaq xatirələrindən doğan, unudulmuş arzuları yenidən kəşf etmək üçün bir-birinə yaxınlaşdı. O an Orxanın qəlbində dəyərli və əbədi olan sevgi toxuması, hər şeyin öhdəsindən gələcək inamla birlikdə yenidən alovlandı. Zəminə yalnız fiziki gözəlliyi ilə deyil, həm də dərin düşüncələri, mərhəmətli davranışları və təbiətə olan həssaslığı ilə seçilirdi. O, kəndin dar daş yollarından, palıd ağaclarının sərin kölgəsindən axan çayın kənarında uzun sürətli söhbətlər edərkən, həyatın hər çətinliyinin ardında gizlənən dəyərli dərsləri və ümidləri paylaşırdı. Orxan isə atası Hacı Məmmədin öyrətdiyi kimi, həyat dəyərli dəyərlərlə bezənmiş böyük bir roman kimidir. Hər səhifəsində acı ilə şirin, kədər ilə sevinc bir araya gəlir. Biz bu romanı sevgi və inamla yazırıq, deyə sözlərini dilə gətirirdi. Kəndin gündəlik həyatı sanki Tolstoyun romanlarından çıxmış bir səhnə kimi dərin mənalarla və yüksək dəyərlərlə dolu idi. Göyqışlağın sakinləri hər gün atalarının nağıllarını, keçmişin dərin xatirələrini və gələcəyin ümid dolu arzularını yad edərək həyatın hər anını qiymətləndirirdilər. Hər kəs bilirdi ki, əsl sərvət, dəyərli var dövlət, maddi şeylərdə deyil, qəlbdə yanan sevgi, mərhəmət və əbədi dəyərlərdə gizlənir. Lakin həyat hər zaman sakitlik və harmoniya ilə keçmirdi. Bir gün kəndin yaxınlığında yerləşən dərələrdə qəfilən sərt qış soyuğu və dərin qar fırtınası Göyqışlağın sükutunu pozdu. Hava soyuq və qaranlıq idi, tarlalar və meşələr qara buludların altında qaldı, insanların ürəklərinə isə dərin bir kədər və narahatlıq səpildi. Bu sərt anlarda Orxan və Zəminə atalarının öyrətdiyi kimi bir-birinə daha sıx bağlanaraq, sevgi və mərhəmətin gücü ilə hər çətinliyin öhdəsindən gəlməyin vacibliyini anladılar. Orxan, hər acı, hər kədər içimizdə yeni ümidlər doğurur. Həyatın dəyərli dəyərlərini itirmədən hər zorluğu sevgi ilə aşmalıyıq, deyərək qəlbindəki inamı Zəminəyə bəyan etdi. Zəminə isə hər soyuq qışın ardında baharın isti günləri var. Bizim sevgimiz bütün fırtınaları yüngülləşdirir və dəyərli var dövlətimizi qoruyur, cavabını verərək səmimi baxışları ilə Orxanın ürəyini istiliklə doldurdu. Günlər keçdikcə bu çətin anlar kənd sakinləri üçün yeni bir dərs və dəyərli bir irsə çevrildi. Göyqışlağın hər küncündə ataların səsinin, keçmişin hikmətinin və gələcəyin ümid dolu arzularının izləri hiss olunurdu. Kəndin yaşlıları, əsl sərvət maddi şeylərdə deyil, qəlbdə yanan dəyərli dəyərlərdə gizlidir. Hər bir acı an bizə sevgi və inamın nə qədər qiymətli olduğunu xatırladır, deyərək gənclərə və böyüklərə hikmət dolu sözlər söyləyirdilər.
Orxan və Zəminənin arasında yaranan dərin sevgi təkcə romantik duyğuların deyil, həm də insan ruhunun ən qiymətli sərvətinin, dəyərli var-dövlətin simvoluna çevrildi. Onlar kəndin dar-daş yollarında əl-ələ gəzir, palıd ağaclarının sərin kölgəsində oturaraq həyatın dərin sirlərini və dəyərli dəyərlərini paylaşır, hər anın qiymətini bilirdilər. Orxan, bu həyat böyük bir roman kimidir. Hər səhifəsi, hər kətəsi dəyərli dərslərlə doludur. Biz sevgimizin və inamımızın işığından bu romanı daha da zənginləşdiririk, deyərək qəlbindəki işığı Zəminəyə bəyan edirdi. Zəminə də hər an, hər təcrübə bizə dəyərli var-dövlətimizi, insanlığımızı və atalarımızın əbədi irsini xatırladır. Bizim sevgimiz bütün zorluluqları yüngülləşdirən bir gücdür, cavabını verirdi. Kəndin hər küncündə keçmişin dərsləri və gələcəyin ümid dolu arzuları dəyərli var-dövlət kimi əbədi iz buraxırdı. Göyqışlağın insanları atalarının nağıllarında və hekayələrində hər bir acının və kədərin ardında doğan ümidin dəyərini anladılar. Hər kəs həyatın hər anını sevgi, mərhəmət və dərin inamla qarşılayaraq öz qəlblərində dəyərli dəyərləri yaşatdı. Onlar bilirdilər ki, əsl zənginlik maddi sərvətlərdə deyil, insan ruhunun dərinliyində, ataların irsində və həyatın hər səhifəsində gizlidir. Bir neçə il sonra Göyqışlaqda böyük bir mərasim təşkil olundu. Kəndin bütün sakinləri keçmişin acı dərslərini və gələcəyin ümid dolu arzularını bir araya gətirərək atalarının hikmətini yad etdilər. O axşam ulduzların parlaq işığı altında Orxan və Zəminə əl-ələ kəndin mərkəzində köhnə bir palıd ağacının kölgəsində oturaraq həyatın dərin sirlərini, dəyərli var-dövlətimizi və əbədi ümidləri düşünürdülər. Orxan sakit səs tonunda bizim sevgimiz bütün çətinliklərin ardında parlayan dəyərli bir işıqdır. Həyatın hər anı bizə yeni dərslər öyrədir, hər kədər, hər acı insanın qəlbində dəyərli ümidləri oyadır, deyərkən Zəminənin gözlərində sarsılmaz inam və sevgi işığı canlanırdı. Zəminə isə hər anımız atalarımızın bizə buraxdığı dəyərli mirası xatırladır. Biz bu romanı sevgi və inamla yazırıq, hər səhifəsi, hər cümləsi insanlıq dəyərlərinin əbədi simvoludur, cavabını verərək ürəyindəki hissləri bütün kəndə bəyan edirdi. Göyqışlağın sakinləri bu mərasimdən sonra həyatın hər anını daha dərin mənalarla, dəyərli dərslərlə və ümid dolu arzularla qarşılamaya başladılar. Hər kəs atalarının öyrətdiyi dəyərləri qəlbində saxlayaraq sevgi və mərhəmətin ən böyük sərvət olduğunu dərk etdi. Onlar bilirdilər ki, hər çətinlik, hər acı an insanın qəlbində dəyərli ümid işığının yanmasına şərait yaradır. Beləcə, dəyərli dəyərlərin nağılı adlı bu dastan Göyqışlağın dar-daş yollarında, qoca ağacların kölgəsində, axan çayların səsinin içində və ulduzların parlaqlığı altında əbədi olaraq yaşadı. Hər kəs bu nağıldan ilham alaraq öz həyat hekayələrini sevgi, mərhəmət və dərin inamla yazmağa davam etdi. Həyatın hər səhifəsində, hər cümləsində ataların hikmətinin və gələcəyin dəyərli ümidlərinin izləri var idi. Göyqışlaq sakinləri əsl sərvətin dəyərlərdən insan qəlbində və əbədi ümidlərdə gizlənməsini bilirdi. İndi də hər səhər günəşin qızılı şüaları ilə başlayan, hər axşam ulduzların səmasını bəzəyən o sakit gecələrdə Göyqışlağın hər kəsinin qəlbində dəyərli var-dövlət, sevgi, mərhəmət, ədalət və ümid yaşamağa davam edir. Bu nağıl yalnız bir kəndin və iki gəncin hekayəsi deyildi, o, bütün insanlığın, həyatın əbədi romanının və dəyərli dəyərlərin simvolu idi. Hər kəs keçmişin dərslərini, ataların səsini və gələcəyin ümid dolu arzularını ürəyində saxlayaraq, hər çətinliyin öhdəsindən sevgi ilə gələcəyinə inamla baxırdı. Beləcə, dəyərli dəyərlərin nağılı adlı bu dastan əbədi izlərini Göyqışlağın daşlarında, ağaclarının yarpaqlarında və axan çayın sularında buraxaraq gələcək nəsillərə sevginin, mərhəmətin və dərin inamın nə qədər qiymətli olduğunu xatırlatdı. Hər birimiz həyatın çətin anlarında belə bu dəyərli mirasa sadiq qalaraq öz romanımızı sevgi və ümidlə yazırıq, çünki əsl zənginlik qəlbdə yanan o dəyərli işıqdır.